Bax, tarazlıq sualıdır. Uşaqlar, tarazlıqla bağlı məsələdir. Diqqətli baxaq. Tarazlıq sualıdır. İzah edə bilərsən, yoxsa yox? Reaksiyanı yazıram, BST quracam. Burada ümumi hamısı toplayanda 8 eləyəcək. Aha, yazır. 2x2 üzərinə gəl y2. Deməli, BST hamı izləsin. Parçalanan x2 y-in mol miqdarı 6-dır. Başlanğıcına 6 yazıram. Bilirəm uşaqlar nə qədər parçalanıb. Xeyr, moluna görə 2x parçalansın. Bundan 2x parçalansa moluna görə bu 2-dir, bu 2-dir. Bura olacaq 2x, bunun molu 1-dir deyə bura olacaq x. X olacaq. Məhsulda da bilirik ki, sərf olunma tarazlığa bərabər. Bu 2x, bu da x. Başlanğıcdan sərf olunmanı çıxıb tarazlığı tapır. Bu da edir 6 minus 2x. 6 minus 2x üstəgəl x. Bəli, düz deyir. Bizə deyir ki, tarazlıqda qabda olan qaz qarışığı 8 moldur. Bunun cəmini 8-də bərabər eləyin, zəhmət olun. 6 minus 2x üzərinə gəl 2x üzərinə gəl x. X neçə edir? 2. X 2 edirsə, onda bura edir 4. Yox, 4 nə edir? Bura edir 2. Bura edir 4. 2. O da 2. 4. Bu da edir 2. Bunlar mollardır. Bizdən kateni istəyir uşaqlar. Biz də bilirik ki, həcm 1 litr olanda elə biz mola nə kimi baxırıq? Çünki S bərabər nü bölü V-dir. 1-ə böləndə özünü verər. Həcm 1 litr olanda bölməyə ehtiyac. Buradan kateni tapacaqsınız. KT tapmağı da qaydasını bilirsiniz. 4-ün kvadratı vursun 2. KT bərabərdir 4-dür deyə x əmsalı 2 olduğuna görə əmsal qüvvətə qalxır. 4-ün kvadratı vur 2 üstü 1 bölünsün 2-nin kvadratı. 4-ün kvadratı 16, 2-yə vururam. 32 bölü 4 eləyir 8. Baxın. 32 bölü